Bakının Suraxanı rayonu 316 nömrəli orta məktəbində müəllim işləyən Mehman Qurbanlının şagirdlərə qarşı fiziki şiddət göstərdiyi iddia olunur. Bununla bağlı Azərbaycan tələbələri səhifəsində səs yazısı yayılıb. Sen yıldın mı Türkiye'den? Geleceğim mi? Geleceğim mi? Geleceğim şehir. Geleceğim mi? Geleceğim mi? Geleceğim şehir bana. Değersizler. İnandın mı Allah'ın nefesini kesersin? Bu neden bu? Namusu rüzgardan beni yolla. Geçsene mi? Devletsiz geldiysen sana. Bu zevkler birileri çek olduğunu sen de çıkartın. Sen çek bize. Bak. Bir de sanadan geliyorlar buraya. Olmaz uşak, olmaz. Bir de şey var ha. Her iki adam bu seni üzerdenler. Bir sana büyük sene, sabah sene, yaşını göredi. Ne bak, ne kadar bir gözüm var ya. Helal iyi böyle. Lan bekledim hemen hiçbir adam seni söylemeyecek. Sinifler bir rahatsız oldu, dördümüzü sanırız alacağım. Beşte mi? Dördümüzü. Gerek buranın başında durarsan zaten. Bir de bu koşsa değiştirmez bu sınıfta. Şikayet veren olmaz da. Ben özüm de özmenin fethini yemek, sınıfa girmeye. Tamı değil, sayar sınıfın biri olmuyordu. Okumakta da seçilmeyen sınıfı. Terbiyede seçilmeyen sınıfı. Valideynlərdən biri həmin müəllimin şagirdlərə qarşı qeyri-etik və ya zoraki davranışlar sərgilədiyini iddia edib. Onun sözlərinə görə müəllim dərs zamanı şagirdləri dubinka ilə döyür, psixoloji təzyiqlər göstərir və ailə üzvləri ilə bağlı təhqiramiz ifadələr işlədir. Məsələ ilə bağlı Sözgedən Təhsil müəssisəsindən sorğumuza cavab olaraq bildirildi ki, məktəbin riyaziyyat müəlliminin dərs prosesini pozan şagirdlərə iradını bildirilməsinə dair yayılan səs yazısı ilə bağlı məktəb daxili araşdırma aparılıb. Araşdırma nəticəsində bəlli olub ki, müəllimin rəhbərlik elədiyi sinifdə bir neçə şagirdin uyğunsuz davranışı digər müəllimləri də qane eləmir. Xeyr, döymə söhbət yox, aşıqlamışam, tərbiyələndirmişəm. Dərslərdə özümü yaxşı aparamım da, müəllimlərimi şikayət edirəm. Mən də bir sınıf rəhbəri kimi tərbiyəni görmüşəm. Mehman müəllim, yayılan səs yazısında nəsə bilinir ki, harasa vurursunuz, çırpırsınız, o nədə əlinizdə olur? O, stolun üstünə döymüşəm, bəli. Nəyi döymüşsünüz? Xətkeş taxtanı. Taxtanı döyüb, əgər mən uşaq döymüşəmsə, uşağın bir nəsə çıxar ki, məni niyə döyürsən? Neçənsə uşaqlardır? 8-dir. Siz sadəcə tərbiyələndirmə üsulunu belə seçmişsiniz də? Yox, elə deyil. Mən tərbiyələndirmək uşaq özünü yaxşı apara bilmirsə, müəllimənin dərsində, müəllimlərin dərsində özünü yaxşı apara bilmirsə, sınıf rəhbəri müəyyən tədbir görməlidir də. Məsələni doğuran səbəbləri də aydınlaşdırıblar. Müəllimin şagirdlərə fiziki təzyiq göstərmədiyi, digər şagirdlərin təhsil hüququnu pozduqlarına, tədris prosesinə maneçilik törətdiklərinə, dərsə məsuliyyətsiz yanaşdıqlarına görə onları tənbih elədiyi məlum olub. Məktəb rəhbərliyi tərəfindən həmin uşaqların valideynləri məktəbə dəvət olunaraq onlarla görüş keçiriləcək və məktəb rəhbərliyinin qeyd olunan sinifə nəzarətinin artırılması və psixoloqun uşaqlarla bağlı dəstəkləyici tədbirlər aparmasını qərara alınıb.